Bakı Dövlət Universitetinin Jurnalistika Fakültəsinin Tələbə Elmi Cəmiyyətinin təşəbbüsü ilə 27 mart Azərbaycan Respublikasında Elm gününə həsr olunmuş görüş keçirilir. Görüşdə Türkiyənin Azərbaycandakı səfirliyinin media müşaviri Aptekin Cihangir İşbilir iştirak edib. Jurnalistika Fakültəsinin dekanı Dosent Vüqar Əliyev fakültənin qardaş ölkənin aparıcı ali təhsil müəssisələri ilə uğurlu əməkdaşlığından söz açıb. Bildirib ki, fakültədə bütün türk dövlətlərinin və xüsusilə Türkiyə təcrübəsinin öyrənildiyi türk xalqlarının jurnalistikası fənni tədris olunur. Fakültənin elmi işlər üzrə dekan müavini Dosent Sevinc Əliyeva bu ilin may ayında Türkiyənin Üsküdar Universiteti ilə birgə keçiriləcək rəqəmsal dövrdə media və kommunikasiya fəaliyyəti mövzusundakı simpozium haqqında məlumat verir. Daha sonra 21-ci əsr Türkiyə mediası qarşısında çağırışlar və jurnalistika təhsili mövzusunda çıxış edən Aptekin Cihangir İşbilir bildirib ki, ən müxtəlif situasiyalarda peşə borcunu yerinə yetirən jurnalistlər strateji kommunikasiya bacarığına sahib olmalıdırlar. Bu, ixtisaslaşma sahəsindən asılı olmayaraq peşəkar jurnalistlərin bacarmalı olduqları əsas xüsusiyyətdir. Görüş tələbələrin suallarının cavablandırılması ilə interaktiv formada davam edib. Fatimə Zeynalova, Zahid İbrahimov, Bedu Xəbər.